2025-ci ilin ən güclü günü arzu tut 100% həyata keçəcək. İnanmayanlar belə bu manifesti, bu aktivləşməni edəndə özləri heyrətə gəlirlər. Çünki 5 noyabr havada belə deyim də, həm fəzavi enerjilər olaraq səmada bizim dolunayımız Boğa bürcünə keçid eləyəcək, həm də bizim fəzavi enerjilərimizin, arzu enerjilərimizin kanalı tam açıq bir şəkildə olacaq. Yəni nə arzu həyata keçirmək istəyirsinizsə, bu ən tezi 11 gün ərzində, ən geci 1 il ərzində aktivləşmə verir, amma böyük ehtimal tezliklə olacaq. Çünki bu belə deyim də xüsusi bir gündür və xüsusi zamandan istifadə etməyinizi mütləq abort etmədən edə bilərsiniz. Bizim üçün sadəcə toxunma ip lazımdır. Bir də hansı bürcün ünsürüsüzsə, məsələn torpaq ünsürüsüzsə, su ünsürüsüzsə, havasızsa, odsuzsa bunu mütləq bilməlisiniz bürcünüzə görə. Məsəl üçün torpaq ünsürü olan insanlar toxunma ipdən elə edirsiniz ki, axşam dolunayı görürsünüz, ayın bütövlənmiş vəziyyətini və pəncərəni açıq qoyursunuz, nə bilim pərdəni çəkirsiniz, fərq yoxdur. Ayı mütləq görməyiniz vacibdir olduğunuz yerdən. Görməsəz də fərq etməz, amma görməniz daha yaxşıdır, kontakt enerjinizi əlaqələndirəsiniz deyə. Toxunma iplə özünüzə kruq yaradırsınız, kruğun içərisində dayanırsınız. Sol əlinizin içərisinə arzunuzu yaşıl və yaxud da qırmızı qələmlə yazırsınız. Yazdıqdan sonra hansı ünsürsüzsə, məsələn od ünsürüsüzsə, şam götürürsünüz, şamı yandırırsınız, ayağınızın sağ ayağınızın yuxarı hissəsinə qoyursunuz, şamı yandırıb. Daha sonra sol əlinizə yazdığınız arzunuzu ürəyinizin hissəsinə qoyub və 3 dəfə Səma ur Rabbab, Səma ur Rabb deyirsiniz. Səma ur Rab, Səma ur Rab deyirsiniz. 3 dəfə təkrarladıqdan sonra, sol əlimizi sağ əlimizlə birləşdiririk, arzum Çin olsun və aktiv edirəm deyirsiniz. Əmin ola bilərsiniz, bu qırmızı toxunma sapı da bacarırsınız, 11 gün ərzində balışınızın altına qoyursunuz, aktivləşməvizi edirsiniz, şamı da söndürüb başqa yerə qoya bilərsiniz və arzunuz tez bir zamanda aktiv formada özünüzə qayıdacaq. Mütləq bunu edirsiniz.